Yaxşı, gəlin bugün ən fundamental texnologiyalardan birinə baş vuraq, bulut texnologiyası. Heç fikirləşmisiniz, fayllarınızı buluda yükləyəndə onlar əslində hara gedir? Cavab təəccüblüdür. Bu, fiziki bir məkan deyil. Əslində bir xidmət modelidir. Bu texnologiya proqramları və dataları internet üzərindən istənilən cihazda istifadə etməyimizə imkan verir. Bulut termini köhnə sxemlərdə internet şəbəkəsini təmsil edən bulut simvolundan gəlir. Yaxşı, bəs buludun strukturu necədir? Gəlin baxaq. 3 əsas təbəqəsi var. Gəlin bu 3 əsas xidmət modelini təməldən başlayaraq bir-bir açaq. Birincisi EaaS, yəni infrastruktur bir xidmət kimi. Bu təməl qatdır. Bu bizə virtual serverlər və yaddaş kimi fundamental resursları şəbəkə üzərindən təmin edir. Məsələn, Amazonun AAC xidməti nəhəng bir infrastruktur təminatçısıdır. Növbəti qata keçək. Platforma bir xidmət kimi, yəni PaaS. Bu proqramçılara infrastrukturla məşğul olmadan tətbiq etmələr hazırlamaq üçün platforma verir. Google App Engine buna mükəmməl bir nümunədir. Hazır inkişaf və hosting mühiti təklif edir. Və nəhayət zirvəyə çatırıq, demək olar ki, hamımızın istifadə etdiyi proqram təminatı bir xidmət kimi. Bu, birbaşa web brauzer vasitəsilə əldə edilən istifadəyə hazır proqram təminatıdır. Məsələn, e-poçtu kimi. Baxın, Google Docs kimi xidmətlər SaaS-ın klassik nümunələridir. Qısası IaaS aparat təminatıdır, PaaS emalatxanadır, SaaS isə hazır məhsuldur. Bu xidmətlər ehtiyacdan asılı olaraq bir neçə fərqli bulud növündə yerləşdirilə bilər. 4 əsas növ var. Hamı üçün publik, müəyyən qruplar üçünsə özəl, icma və ya hibrid. Yaxşı, bəs bütün bu texnologiya gələcəkdə hara gedir? Bu, kompromisi çox yaxşı göstərir, lokal yaddaşın sonu yeni təhlükəsizlik risklərinə qarşı. Məlumatlarımıza hər yerdən daxil olmaq rahatlığı başqalarının icazəsiz giriş riskini yaradır. Və bu bizi kritik bir sualla baş-başa qoyur. Bulut dünyasında məlumatlarımızı əslində kim nəzarət edir?